Dostlarım, sizinle bölüşmək istədiyim qısa bir hekayə var. Deməli, zamanın birində bir mütəfəkkir, düşünən bir şəxs olur və bunun yanına müəyyən gənclər tələbə olmaq üçün gəlirlər. Yəni, elm öyrənməyə talib olmaq üçün müraciət edirlər. Və kim gəlirsə, həmin bu düşünən şəxs onları qısa bir imtahana salır. Və bir gölməçənin və ya bir hovuzun yanına gəlirlər və hər zaman həmin tələbə olmaq istəyən insanlara, gənclərə sual verir. Sən ora baxdığın zaman nə görürsən? Tələbələrin demək olar hər biri aşağı-yuxarı eyni cavab verir. Mən orada üzümün falan hissəsini görürəm, mən orada öz simamı görürəm, mən orada özümü görürəm, məni görürəm və s. Və bir dəfə fərqli bir gənc gəlir ora. Və eyni imtahana fərqli cür cavab verir. Deyir ki, mən orada balıqları görürəm, suyun üstündəki məsələn daşı görürəm və ya günəşi görürəm, ətrafı görürəm və s. Və ondan sonra həmin tələbəni yanına alır. Çünki o insan özünü ön plana atıb sadəcə özünə fokuslanmır. O, özündən başqa şeyləri də ətrafda müşahidə edə bilir və özünü ən üstün varlıq olaraq saymır. Aşağı-yuxarı bu kimi bir məna çıxır və həmin insan onun yanında qalaraq elm öyrənməyə başlayır. Maraqlı bir hadisə idi. Ümid edirəm doğru formada izah etdim. Sadəcə düşüncə tərzimizi dəyişdirmək üçün sizlə bölüşmək istədim. Uğurlar hamınıza.